Bismillahirrahmanirrahim. Bəzən insanlar olur, görürsən, etdiyi əməllərə görə, etdiyi gözəl əməllərə görə, yaxşı işlərə görə peşmançılıq hissi keçirirlər, məyus olurlar və hətta qarşı tərəfə minnət də qoyurlar. Və bunu belə səbəblə səbəbləndirirlər ki, qarşı tərəf onun etdiyi əmələ görə, onun yaxşı işinə görə ona minnətdarlığını bildirmir, ona təşəkkürünü bildirmir, razılıq əlaməti olan hər hansısa bir ifadəni bildirmir. Və nəticədə belə insanlarda ruh düşkünlüyü yaranır. Psixoloji cəhətdən özlərini sınmış bilirlər. Və bəzən də bu iş o yerə gətirib çıxardır ki, həmin insanlar yaxşı işlər görməkdən əl çəkirlər. Amma insan bu əqidədə olarsa, bu düşüncədə olarsa, mən etdiyim əməlin, yaxşı əməlin müqabilində bəndədən yox, Allahdan nəsə umuram. Və mən etdiyim bu əməl Allahın razılığı üçün edirəm. Və mən etdiyim əməlin mükafatını mütləqdir ki, Allah istər bu dünyada, istər axirətdə etdiyim bu gözəl əməlin mükafatını mənə verəcək. Əgər bir insan bu əqidədə, bu düşüncədə olarsa və bütün əməllərini qurbətən ilallah, Allah üçün edərsə, bu insanda mənəviyyat həmişə yüksəklikdə olar. Bu insanın psixoloji durumu gözəl olar. Bu insan ruhi təmizi olar və bu insanın əməlləri daim gözəl olar. Ona görə İslam dini bizə belə bir göstəriş verir, bizə belə bir tövsiyə edir ki, etdiyiniz hər bir əməli, etdiyiniz hər bir gözəl əməli, yaxşılıqları qurbətən ilallah edin. Yəni Allah üçün edin. Mütləqdir ki, istər bu dünyada, istər o dünyada Allah onun mükafatını, Allah onun əvəzini biz bəndələrə verəcək.